sifariş eləmişik, üstdən çıxmadı. Bu arada işlənmişinin, təzəsinin acil olmayan firma malı, SRS firmasınınki 100 manatda, amma Aporn olduğuna görə firma malı alıp koymaq istəmirəm. Yəni ki, üstdən çıxmanı sifariş edəcəyik. Əhməddən gətirsinlər, 80 manata cütlü, yonulmağa deyilənlərə görə ehtiyacı yoxdur. Sifariş edilir, gəlsin. Sonra deyilər ki, maşını ustaya aparmaq istəmirsən, ustaya gətirsən, başlayır başqa detallarda da problem çıxmağa, amma belə sürəndə problemləri ən azından bilmədən sürürsən, əsas odur ki, yolda qalmayasan. Aporlar düzəldəndən sonra da bizim bayaq göstərdiyim əsas hissəmiz bu marjetdən, adaptörün marjetindən axan yağı həll eləməkdir. Çünki dediyim kimi birbaşa kruşet elinin üstünə düşür və avtomobilin alluzası yanma ehtimalı var. Ölüxanda olan ələ diskləri də gəldi, yəni elə arasında biləcək. Aporun deyirlər, o da yonulmalıdır təəssüf olsun ki, amma artıq başqa alternativ yoxdur. Ya SRS və ya bu tipdə olan bir firmanın orijinal təzəsini almalısınız. Cütü 100 manatdır və belə ölüxanadan gətirirsiniz 80-90 manat, 25-30 manat yonulmağı bir aşağı eyni qiymət olur. Amma nəzər alın ki, biri işlənmişdir, orijinaldır, biri isə təzə maldır. Nakladlarımız gəldi, Harçı firması 45 manat aldı. Bu formadadır. İkisi çölün, biri çöl, biri içəri, biri çöl, biri içəri. Aporlar göndərmişik yonbağa, nə qədər Yusufistan özü yoxdur burada. Biraz Yusufistan danışım. Kifayət qədər işində peşəkardır, birinci dəfə yanına gəlirəm. Bu arada heç bir indirim məsələ, nə bilim sponsor falan deyil. Nə istiyorsa yəqin ki, özü də videonu izləyəcək. Nə istiyorsa hamısının beləcə ödənişini ödəmişəm. Çay, nə bilim su, şirniyyat, qəlyan, nə istəyirsinizsə sağ olsun hər şey təşkil edir. Adam kifayət qədər az olur, rahat fonda gəlirsiniz, söhbət edirsiniz, məsləhətləşirsiniz və belə desək, sizin işinizi görür və kifayət qədər peşəkar görür. Mən usullarda normalda nəyəsə çox belə şeylər ki, bunu yaxşı eləmədin, bunu belə eləmədin. Düzü mən belə çox iş gördürməmişəm. Aporlar çıxarılıb, taxılıb, yonulmağa gedib, indi yonulur, gəlindən sonra yenidən yerinə bağlayacaq. Qrupda uşaqlardan belə desək, kurslarla da məsləhətləşdim. İşində kifayət qədər peşəkardır və dediyim kimi əsas o sizə göstərdiyi münasibətdir. Türklərdə bir şey var, deyir dostumuza yemək edən axşama gedib buradadır. Bizim ki, kurs sürürsə, bu arada özü də ikinci nəsil kurs sürür və bizim maşında biləcək buradadır. Kim kurs sürürsə, peşəkar usta axtarırsa, səliqəli iş görən usta axtarırsa, Yusufistan yanına gələ bilər. Qiymətlər kifayət qədər yaxşıdır. İstəsəz orijinaldan, istəsəz də dublikat malından biləcək maşının ehtiyaclarını dəyişir. Yeri kifayət qədər genişdir. Xəzər TV-nin yanındadır. Kim istəsə öz elə yazsın, Yusufistan nömrəsini oyla paylaşım.